Deyilənə görə təyyarəyə minməzdən əvvəl qapıya 3 dəfə toxunsam, bir dəfə də minmək qismət olur. Bu inancı yoxlayanlar olub aranızda. Dubay aeroportuna enər-enməz sizə sim kart təqdim olunur və üzərində də internet olur. Lakin biz istifadə edə bilmədik. Metro istifadə etmək üçün gümüş kart aldıq və 7 günlük götürdük. Burada qaydalar çox qatıdır. Qaydalara əməl eləməsəniz cərimələnə bilərsiniz. Məsələn, qadınlar və uşaqlar üçün xüsusi ayrılmış çəhrayı vaqon var. Ondan bəylər istifadə eləsə cərimələnə bilərlər. Bu şəhərdə hər şey ən incə detalına kimi düşünülüb. Gələcək muzeyinin 1-ci mərtəbəsinə giriş ödənişsizdir. Mən getdiyimiz bütün yerlərdə bileti öncədən onlayn almışdım. Belə daha rahat olur və növbədə gözləmirsiniz. Miracle Garden çox gözəldir və gedib gördüyüm yerlər içərisində ən qəşəngidir. Global isə nə qədər təriflənsə də mənə bir o qədər də gözəl gəlmədi. Məncə hər kəsin bir dəfə gedib görməsi gərəkən şəhərlər sırasındadır. Sizin də Dubay haqqında təəssüratlarınızı rəydə gözləyirəm. Dubayda qiymətlər nə çox yüksəkdir, nə də çox ucuzdur deyə bilməyəcəm. Hər şey sizin planladığınız səyahətdən asılıdır. Amma köhnə Dubayda gedib görməyinizi məsləhət görərəm. Çox bahalı və çox uyğun məkanlarda əyləşmək tamamilə sizin seçiminizdir.